Əziz və dəyərli izləyicilərimiz, hamınızı salamlayıram. MTV kanalında Geriyə Baxanda efirdədir. Bugün fərqli bir formatda efirdəyik. Bugün çox dəyərli bir qonağımız var. Studiyada deyilik. Ənənəvi olaraq biz bugün dəyərli qonağımızın qonağıyıq. Azərbaycanlı filoloq, alim, filologiya elmləri doktoru, professor, şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə xanım Nağıqızı. Necəsiniz? Salam, xoş gördük. Minnətdaram. Çox istisna bir haldır, onu söyleyeyim ki, gəlmişik sizinlə. Adətən bizə studiyada çəkilişlər həyata keçiririk. Bugün sizin qonağınızıyıq. Necəsiniz, özünüzü necə hiss edirsiniz? Çox xoş oldu sizi görmək. Minnətdaram, çox sağ olun. Həmişə qonaq eləmirlər, qonaq da gedirlər. O yüzden təkrar minnətdaram. Hər şey ürəyimiz istədiyi kimidir. Həyatımızda da, hər ictimai mühitdə də, cəmiyyətdə də hər şey istədiyimiz kimidir. Çox gözəl. Mən istərdim ki, biraz sizin fəaliyyətinizlə bağlı danışaq. Burada diplomlar, medallar, əslində sizi təqdim edərkən daha da çox sadalamaq olardı. Amma yəni qısalda yalnız bunları çatdıra bildim. Mən istərdim ki, sizin geriyə baxanda fəaliyyətinizlə bağlı olaraq, yəni həm ziyalısınız, həm şairəsiz, həm pedaqoji fəaliyyətiniz var, ictimai bir insansınız. Mənə maraqlıdır ki, qadın olaraq bunların öhdəsindən gəlmək və özünüzü daha çox onlardan hansına yaxın hiss edirsiniz? Mənə elə gəlir ki, bu gözəl sualdır. Bu sualın cavabını 950 min ilə yaxındır. Hətta Nizami Gəncəvi deyir ki, mən də bir aslanım düşünsəm biraz, aslanın eşeği dişisi olmaz. Yəni insan qarşısına məqsəd qoyarsa, onun qadın və ya kişi olması önəmli deyil. Əsas olan önəmli odur ki, qarşıya insan bir məqsədi qoyur və o məqsəd uğrunda mübarizəyə var qüvvəsi ilə çalışır. Məsələ önəmli olan budur. O ki, qaldı mən Mahirə Nağıqızı olaraq, Mahirə Nağıqızı Hüseynova olaraq, bir alim, ziyalı, ictimai xadim və s. Və bir qadın, bir ana, əlbəttə mən nəvələrimin sevimli nənəsiyəm. Balalarımın anasıyam. Bundan mənə üstün bir ad yoxdur həyatda. İstəsəm də günlərlə danışam. Yenə hər hansı bir dünyəvi olan bir şeyə məhəbbət yitirəm. Mənə şöhrət gətirən bir ad qazanam. Övladlarımın, nəvələrimin sevgisindən üstün sevgi yoxdur. Övlad, nəvə, ata, ana, bunlar bütövlükdə bir vətən deyilən məfhumun içində mövcuddur və vətənin sevgisidir bunlar. Ananın sevgisi, vətənin sevgisidir. Atanın sevgisi, yurdun sevgisidir. Nəvələrimizin, balalarımızın sevgisi, gələcəyimizin sevgisidir. Çox kövrək qəlbiniz var, yəni mən belədəm. Hətta indi belə gözünüzün dolduğunu hiss elədim, bir kövrək məqamatı oxundunuz. Əslində kövrək qəlbə sahib olmaq yaxşıdır, yəni yazmaq baxımından, yoxsa əslində sizə mane olan tərəfləri olur? Mənə elə gəlir ki, insanın kövrəkliyi onun qəlbinin zənginliyindədir. Mən demirəm, amma mən qəlbi zənginəm, o fikirdə deyiləm. Sadəcə, yəni insan nəyi duyursa ürəyi ilə, o beyninin saf tərəfində nəyi analiz edirsə, o duyğular onu narahat edirsə, o duyğular onu o dərin, o sarı simə toxunursa, əlbəttə kövrələn məqamlardır. Mən dünyada çox itkilər görmüş bir insanam, hər kəs kimi. Heç kəsin babası, nənəsi, əmi, dayı filan, nə bilim, bunlar onunla yaşamır və vətənimizin bu məqamında, şəhidlər verdiyimiz məqamda, amma ana sevgisi tamam başqadır, ana itkisi tamam başqadır. Yəni onu yaşamaq da çox çətindir, hətta onu yaşamağı düşünmək belə çətindir. Mənim üçün 1 il, 2 ay, 3 ay çox ağır məqamlar yaşatdı. Mən anamı yenicə itirmişəm, 1 il yarım. Anam əlbəttə ixtiyar yaşındaydı, yaşlanmışdı. Amma mənim üçün anam cavan idi. Lap 30 yaşındaydı, lap 40 yaşındaydı. Hətta yuxularımı da anamın o gənclik çağlarında görürəm.
İnsan necə kövrəlməyə bilər? İnsan itirdiyini geri ala bilməyəndə necə itirdiyi üçün göz yaşı, ürəyinin yaşını tökməyə bilər, axıtmaya bilər. Amma bütün bunların fonunda bir vətən var. Ona da ana vətən deyirlər. Və bu məqamda vətənə xidmət etmək, elə anaya xidmət etməkdir. Hərçənd ki, ananızı çox gec yaşda itirdiniz. Bu da Allahın bir lütfü idi sizə. Amma ona çox dərin bir bağlılığınız var idi. Siz bacı qardaşların bilirəm ki. Bəli. Amma öncə bir qardaş itkisi də yaşamışdınız. Hə, yaşamışdım. 98-ci il idi, 31 yanvar idi. Təbii ki, o dərin yaranın qaysağını qopartmaq bilirsiniz nədir? El arasında bu qaysaq sözü var. Onun yerində duz basmaq da ana itkisi. O dərəcədə. Və illərlə anama yazdığım bir çoxlu şeirləri, hekayələri bu il Anamın Kitabı adlı bir kitabda topladım, çapa verdim və onu oxucularıma ərmağan elədim. Yalnız epiqraf olaraq bir kəlmə. İndi yuxularımın şah əsəri olmusan. Ürəyimdən süzmüsən, gözlərimə dolmusan. Anam üçün yazmışdım mən. Bu cür məqamlarda şeir deyə bilmirəm. Yadımdan çıxır, hətta unuduram. Amma anam mənləndir sanki. Bax, bu gün də mən müəyyən bir təltif alıramsa, İnanın, bilmirəm, bəlkə də biraz belə çox emosional olur. Amma sanki anam da məndən oturubdu. Sanki anam mənə gülə-gülə, necə deyərlər, əllərin həmişə kimi göylərə qaldırıb mənə dua edir. Elə bilirəm, yanımdadır. Və mən tələbə ikən hətta Qasım Qasımzadənin bir şeiri var idi, əzbərləmişdik. Dünyada 5 yaşıl qeйтə ki vardı, bilin 5 barmaqlı ana əlidir. Övlada verilən bütün medallar ana sinəsindən asılmalıdır. Yəni, insanın həyatdakı uğurlarının müəllifi anadır. Deyəcəksiniz, bəs uğursuzluqlar, onlar müəllifi deyil. Yox, onlar müəllifi deyil. Orada haradasa bir an nəzəri üstündən qaçıb ki, uğursuzluq olubdur. Yəni, mən bilmirəm, yəni çox möhtərəm bir tədbirdə Çingiz Abdullayev, hörmətli yazıcımız, Çingiz Abdullayevlə bir tədbirdə idik. O mənə söz verdilər və mən təəssüfləndiyim nəsə haqqında danışmalıydım, kimsə ya nəsə. Bir hadisə da ola bilir. Və mən təəssüfümü bildirdim ki, 5-6 kitabımı, bütün həyatımı anama həsr etsəm də, anamın tam mükəmməl obrazını yarada bilmədim. Hər şey yazdım. Anamın zəhmətlə övlad böyütməyini də yazdım. Nəzər diqqətini də yazdım. Anamın o təbəssümünü də, anamın vətən üçün Qərbi Azərbaycanın Dərəl mahalından da anam. O gözündən gülə-gülə axdığı yaşı da yazdım, amma mükəmməl obrazını yarada bilmədim. Çox təəssüf edirəm. Amma ona yazdığım hər bir şeirə anam bilirsiniz necə, çox belə, o qədər üzündə bir təbəssüm yaranırdı ki, mən sevinirdim ki, anama mən nə alsaydım bu cür sevinərdi. Bax, şeirlər onu o dərəcədə sevindirirdi və mən də təbii ki, qəlbim qürurla dolurdu ki, mən anama nəyisə eləmişəm. Siz ananızı hər zaman ucalardan uca tutmusunuz. Mən müəyyən qədər sizin tədbirlərinizdə iştirak etmişəm və bilirəm ki, necə hər zaman onu böyük bir təmtəraqla məclisdə yuxarı başda əyləşdirərdi. Siz çox yaxşı övladlar olmusunuz. Mənim də qəlbimdə bir ana ağrısı var. Çalışıram bu haqda çox geniş danışmayım. Çünki bilmirəm, əslində bizi yaxşı tərbiyə eləyiblər, özlərinə bu qədər bağlı böyüdüblər, yoxsa əslində yaxşı tərbiyə etməyiblər, bizi özlərinə bu qədər bağlı böyüdüblər. Çünki onların itkisindən sonra həyata adaptasiya olmaq, həyatı davam etdirmək o qədər çətin olur ki. Mən indi baxıram ki, gənc analar, bizdə də, bizim ailədə də, kənarda da övladına təbliğ edir ki, məni sev. Bax, mən sənin ananam, məni sev filan. Yəni, biz bu sözü eşitməmişik. Anamız bizə deməyib.
Anamın ona vaxtı olmayıb desin ki, nə bilim bu işi görüb, o işi görüb, hər şeyi çatdırıb, 11 uşağı yığıb, yığışdırıb. Yəni anam bizə heç deməyib ki, mən sənin ananam, məni sev. Bu nümunə olmaq lazımdır, bu cür olmaq lazımdır. Yox, biz elə anama baxıb nümunə götürmüşük. Həmçinin atama da bu doğrudur. Atam da, anam da bizim üçün nümunə olub. Amma anam sevginin mənbəyi olubdu. Anam doğru yolun, düzgün yolun. Anam birdən bir qəribə rəvayətlər danışardı. Məsələn, gəlib oturub bizdən bir masa arxasında və ya bir, nə bilim, bir dəyirmi stol deyək də, evdə də olur axı, belə yığıb ailə hamı əyləşir. Elə bir şeylər olmayıb. Anam mətbəxdə xörəyi bişirə-bişirə deyib ki, biri varmış, yalancıymış, biri də ölüb gedir, görür ki, o dünyada bu oturubdur, bəs neçə illərdir, nə bilim, pis vəziyyətdədir filan. Soruşur, bəs sən neçə ildir ölmüsən, ya cəhənnəm, ya cənnət, niyə getməmisən? Adam deyir ki, mən vaxtı ilə çox yalanlar danışmışam, qonşunun filan işinə mane olmuşam. Anam bunu danışırdı və biz bilirdik ki, bu olmaz, bunu etmək olmaz. Və yaxud da o qədər, bir gedə-gedə, bir o, yəni vaxt yoxdur əyləşməyə, gedə-gedə deyərdi ki, bax, doğru olmaq lazımdır. Nə qədər doğru olsa, o qədər yaxşıdır. Düz əyrini kəsər. Deyib gedərdi biz öz-özümüzə, hətta biraz 5 bacıydıq, 6 qardaş, gülüş yaranardı üzümüzdə. Nətər doğru əyrini kəsər, necə ola bilər? Amma düşünürdük ki, buna anam deyibsə, deməli belədir. Və anamın hələ bir kəsə acı söz dediyi yadımda deyil. Anamın böyük siyasi xadim övladları var. Mən övladıyam, mənim bacılarım, hamısı ali təhsillidir, hamısı müəyyən məqamdadılar. Həmin məqamlardan mən görmədim ki, anam bir dəfə olsun, bir, necə deyərlər, təkəbbür göstərsin və qürurlansın. Bəlkə də içində qürurlanırdı. Amma heç vaxt deməzdi ki, məsələn, mənim qızım filan məqamdadır, oğlum filan, qətiyyən. Hətta hər bazar günü qardaş, bacı hamı yığışardı anamın yanına. Təsəvvür eləyin də, 11 övlad, hər kəs öz həyat yoldaşı və övladları, evdə bir toy bayramdır. Anam öz sakit təbiəti ilə əyləşərdi və klassik ədəbiyyatdan nümunələr deyərdi. Anam sinə dəftər idi. Anam o klassik ədəbiyyatdan dediyi nümunələr biz nə idi? Tərbiyə idi. Fürsət əldə ikən yaxşılıq elə. Həmişə əlində ixtiyar olmaz, güvənmə dünyanın malı mülkünə. Davamı nə deyərdi? Vallah, abala, əldə ixtiyar olmaz, həmişə ixtiyarın olmaz. Mala mülkə etibar olmaz. O, abala, ay oğul, ay qızım tək bir xitabı ilə bizi anladırdı ki, bu elə sənə aiddir. Birdən çaşıb eləyərsən, belə şeylər olmasın. Və o qanun idi. Bizdə o qanun idi. Anamın nümunə, mən demirəm, bütün analar nümunədir. Məncə pis ana yoxdur. Elə bir ana yoxdur ki, onu övlad dünyaya gətirsin və istəməsin bu övlad yaxşı olsun. Mümkünü yoxdur, ola bilməz. Amma Həzrət Əlidən də rəvayət var ki, özün nümunə ol, tərbiyə vermə, tərbiyəli ol da. Yəni, özün nümunə ol ki, sənə baxıb nümunə göz. Yoxsa sözlə tərbiyə eləmək mümkün olar, onda cəmiyyət hamısı alim olar. Deyil elə. Nümunə olmaq lazımdır. Müəllim nümunə olmalıdır, ana nümunə olmalıdır, ata nümunə, böyük qardaş nümunə olmalıdır. Böyük nümunə öz tərbiyəsi ilə, öz ədəbi ilə, öz davranışı ilə nümunə olmalıdır ki, ondan sonraki yanlış eləməsin. Ucadan danışma olmaz, deməli olmaz. O danışır mı, sən də danışırsan. Yanlış olmaz, başqasından yuxarıdan aşağı baxmaq olmaz. Onu da Allah yaradıb, səni də Allah yaradıb. Sən ondan nəyin üstündə axı? Nəyin? Onlar müvəqqətidir, üstündə olanlar hamısı müvəqqətidir. Ağacınıq götür barı, bizimlə bağla ilqarı, Həsən Mirzə yadigarı. Baxma belə, nazlı. Anamın adı Nazlı idi. Və o kitabda anama aid olan tək şeirlər deyil, eyni zamanda hekayələr də toplanıb. Anam
ali təhsilli, heç orta təhsilli də deyildi. Amma anamın sinəsində yatanlar şifahi xalq ədəbiyyatının ən mükəmməl inciləri də deyərəm. Anam hərdən gümuldanırdı. Bizdə gümuldanmaq deyərlər, ya ediliyərdi. Mən aşığam ataşa, doğra bağrım qataşa, xəyalım aşan dağı inanmaram ataşa. Və biz heç cəsarət eləməzdik anama deyək, bu bayatıdakı məna mənə çatmadı. Gözündəki yaş ona imkan verməzdi. Amma birazdan deyərdi ki, o xaraba qalmış yurtları deyirəm. Yəni, öz doğulduğu yerləri deyirdi bizə. Bax, vətən sevgisini belə aşılayırdı. Anam deyərdi, könlüm, nə sevdadasan, ömrüm verdim badasan, ləngərsiz gəmi kimi hərdən bir dəryadasan. Yenə bizə belə izah verərdi ki, gah o dağdayam, gah bu dağdayam, gah o yaylaqda doğulduğum torpaqdayam. Mən nə bilim, o qədər siz yenə də vətəni sev deməklə də sevmək olmur axı. Gərək onu yarada biləsən nümunədə və mənim bütün analar kimi, anamı seçmirəm, bütün analar müqəddəsdir. Mənim anam isə mənim üçün Məkkə Mədinədir. Mahirə xanım, siz eyni zamanda da Qərbi Azərbaycan icmasının üzvüsünüz. Bəli, idarə heyətinin üzvüyəm. Bəli, eyni zamanda da yazılarınız çıxır, təhqiqatlarınız var. İstərdim ki, bu haqda danışasınız, bizə geniş məlumat verəsiniz. Bu əslində qalsa, bilirsiniz, mən bayaq dedim, ana vətən, yəni o bizim anamızın vətənidir. O bizim ata yurdumuzdur. Mənim atam Qarakilsənin, indiki Qarakilsə rayonunun, mahalının Şəki kəndindəndir. İndi Gəncədə bu yaxınlarda bir görüşdəydik. Mənə tələbələr Şəki şəlaləsini çəkib hədiyyə verdilər. Mən xeyli ağladım. Mən ata yurdumun şəklini görürəm, özünü görə bilmirəm. Mən ana yurdumun, anamın gəzdiyi yerə gedə bilmirəm. Bəli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvüyəm. Müəyyən tədqiqatlarımız var, müəyyən işlər görürük. Bir çox tədbirlərdə iştirak edirik. Bugün axşam gedəcəyimiz Ankara görüşü də belədir. Ankaradakı universitetlərlə bir Qərbi Azərbaycan mövzulu bir, necə deyirlər, ortaq bir müzakirəmiz var. Yenicə Özbəkistandan gəlmişik, Xarəzm vilayətindən. Getdiyimiz universitetlərdə də hansı mövzuda tədbir olur olsun, orada mən Qarabağ, Qərbi Azərbaycan. Qarabağ, indiyəcən Qarabağ idi, indi də Qərbi Azərbaycandır. Əslən Qarabağ unudulmuyor. Belə bir şey yoxdur. Amma orada öz dövlətimizin o suveren hüquqları bərpa olunubdur. Yeni bir mövzu Qərbi Azərbaycandır. Yeni bir mövzu deyəndə bizim itirilmiş torpaqlarımızdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə müdrik siyasətçi prezidentimizin İlham Əliyevin dəstəyi ilə xalq öz arzusuna çatmaq istəyir, öz vətəninə. Doğulduğu torpağa, doğum şəhadətnaməsi aldığı torpağa, Qərbi Azərbaycana dönmək istəyir və biz də bu yolda bir ziyalı olaraq çalışırıq. Bu müddət ərzində bir çox kitablar ərsəyə gətirdik. Sadəcə kitabları, təkcə kitabları ərsəyə gətirmək deyil. Məsələn, 20-ci əsrdə Qərbi Azərbaycanın Dərəl-Əz mahalında urbisit və etnosit aktları, paleotoponimlər Qərbi Azərbaycan mövzusunda və digər bir sıra kitabların müəllifi olmaqla bərabər həm də universitetimizdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaratdıq. Bura bir ocaqdır, bir necə deyimsə, müqəddəs bir yerdir. Hansı ki, orada bizim əslən Qərbi Azərbaycanlı olanlar və mən sizə deyim ki, hamı Qərbi Azərbaycanlıdır. Bu çox gözəl bir tendensiyadır. Vaxtilə hamı Qarabağlı idi, indi hamı Qərbi Azərbaycanlıdır. Yəni bütövlükdə bütöv Azərbaycanlıdır. Bütöv Azərbaycan üçün də Qarabağ doğdu, Qərbi Azərbaycan doğdu. Sabah Cənubi Azərbaycan olsa, o da Azərbaycanın bütövlüyü, tarixi torpaqlarımızın qaytarılması uğrunda mübarizədir və nə xoş bizim halımıza ki, bizim dünyada sözünü demiş, böyük nüfuza malik, müzəffər ali baş komandanımız var və müzəffər müqəddəs ordumuz var. Biz əminik ki, biz o torpaqlara qayıdacağıq.
mütləq qayıdacaq. Cənab Prezident özü 2022-ci il 24 dekabrda belə bir Qərbi Azərbaycan İcmasının binasının açılışında Qərbi Azərbaycanlılarla Qərbi Azərbaycanlı olan bir qrup ziyalı ilə görüşdə Cənab Prezident vurğuladı ki, o torpaqlarda bizim dədə-babalarımız uyuyur. Onlar bizim dədə-baba torpaqlarımızdır. Biz o torpaqlara mütləq qayıdacağıq. Amma öz maşınlarımızla, amma öz ləyaqətli qayıdışımızla, yəni hərbilə, müharibə ilə yox. Bu artıq yetər, bəsdir. Biz dünyaya arxiv materiallarının, dünya səyyahlarının, dünya tarixçilərinin çəkdiyi tarixi xəritələrlə, elmi mənbələrlə o torpaqların bizim olduğunu sübut edib, o torpaqlara qayıdacaq. Müəyyən irəliləyişlər də daha çox deyərəm var. Artıq bizim Qərbi Azərbaycan həmin ifadə Cənab Prezidentin dediyi kimi leksikonumuza və dünya xalqlarının leksikonuna daxil olub, 10 qərarımızı BMT qəbul edib, yayımlayıb daha doğrusu və bütün dünyada artıq beynəlxalq konfranslarda belə biz Qərbi Azərbaycan mövzusunu çözə bilirik. İnşallah biz o torpaqlara qayıdacağıq. Onda mənim anamın da ruhu şad olacaq. Dünyasını dəyişib vətən həsrətində olanlar da. Həsən Mirzəyev yazırdı ki, mənim müəllimim, böyük insan, yazırdı ki, buludlar örpək şalındır, lalələr xalça xalındır. Həsən Mirzə qonağındır, de qalsınmı səndə dağlar? Mən əminəm ki, o torpaqlar alınanda onların da ruhları şad olacaq. Biz o torpaqlara qayıdacağıq. Bunu bizə Ali Baş Komandanımız deyir, bizim istəklərimizi duyaraq, bilərək deyir. Eyni zamanda da tarixi abidələrimiz var, itən tarixi abidələrimiz. Bəli, tamam doğru. Orada böyük abidələrimiz var, vənglər var. Düzdür, erməndə ə hərfi olmadığına görə, gözəl gül səsi olmadığına görə vanq deyirlər. Amma bu vəngdir. Vəng Mahmud Kaşğarin Divan Lüğəti Türk əsərində yazır. Vəng, beng, bengül sözündəndir, ziyarət yeri deməkdir. Qoşa vəng, Qaray vəng, Güney vəng, Gədik vəng və s. nə qədər desəz, ziyarət yerlərimiz, abidələrimiz var və Dədəli Körpüsü var, Şah Abbas Kərvansarayı var, Salsal qalası var, Həsənkənd var, Ələyəz var, Dərələyəz var, Göyçə var, Göyçə gölü var, nə qədər desə, İrəvan var. İrəvan. Yəni bunun erməniyə heç bir aidiyyatı yoxdur. Onlar bizim qədim yaşayış məskənlərimizdir və o yerlərdə bizim çox möhtəşəm abidələrimiz var ki, məhz Türk oğuzlarına məxsusdur. Mahirə xanım, maraqlıdır ki, Qərbi Azərbaycana qayıtsaq və inşallah qayıdacağıq. Edəcəyiniz ilk addım nə olacaq? Mən mütləq öz anamın doğulduğu o məkanda diz çöküb öpərəm o torpağı. Yəni onların həmişə özün dediyi kimi düz evlərinin qabağından axan sudan üzümü vuraram, biraz içərəm, anama rəhmət oxuyaram. Məncə ilk işim bu olar. İlk işim. Onun doğulduğu torpağı öpmək olar. Hər birimiz üçün torpaq çox müqəddəsdir. Vətən çox müqəddəsdir. Yəni bunu demək çox asan, bəlkə də belə asan gəlir, bəlkə də belə şablon ifadələrdir. Deyil. Bir həftə qürbətdə olursan, gəzməyə gedirsən, amma qayıtmaq istəyirsən. Amma 200 ildir Qərbi Azərbaycan erməni əsarətindədir. 200 il, 30 il Qarabağa biz dözə bilmədik, dözə bilmirdik. 200 ildir vətənimiz erməni tapdağındadır, toponimlər dəyişir, adlar dəyişir. Tək Abaran vilayətinin, mahalının, üzr istəyirəm, adı 6 dəfə Ermənistan Ali Soveti tərəfindən dəyişdirilir. Torpaq sənindirsə, niyə dəyişirsən? Bu Həsənkənddir, bu Şadin deyil, bu Dərələyəzdir, bu Yexiqnadzor deyil. Yəni, bu cür problemlər çoxdur. Biz onları öz elmimizlə dünya ictimaiyyətinə çatdırmaq istəyirik və əminəm ki, müəyyən bir qism iş görə bilmişik. Ümumiyyətlə, beynəlxalq konferanslarda necə reaksiya verirlər siz danışdığınız zaman? Mənim
olduğum konferanslar, deyim sizə, Kahramanmaraşda, Malatyada, Elazığda, İstanbulda, İzmirdə, Daşkənddə, Cizaq vilayətində, Xarəzmdə, daha çoxdur, saymaqla qurtarmaz, Türk dövlətləri çərçivəsində və bu yaxınlarda Naxçıvanda biz bir böyük Macar yazıcısı Şandor Lejakla görüşümüz oldu. Naxçıvan Dövlət Universitetinin mən fəxri professoruyum. Ona görə mən də oradaydım. Və Macaristan səfiri də oradaydı və bir sıra qonaqlar da, hətta o tədbirin özündə belə Qərbi Azərbaycan problemi məsələ olaraq, problem olaraq ortaya qoyulur. Reaksiyalarda mənim ürəyimcə olur, tam müsbət mənadadır. Biz bir şey istəmirik, bizim özgənin torpağında gözümüz yoxdur. Biz müharibə istəmirik, mən anayam, mən qan tökülməsinin əleyhinəyəm. Amma mən doğulduğum torpağa qayıtmaq istəyirəm. Mən babalarımın məzarını ziyarət eləmək istəyirəm. Burada yanlış, yasaq heç nə yoxdur. Məncə bu beynəlxalq hüquq çərçivəsində də tənzimlənməlidir. Mahirə xanım, 50 ildən sonra necə xatırlanmaq istəyirsiniz? Xatırlayacaqlarsa. Xatırlayacaqlarsa, mənə elə gəlir ki, xatırlayacaqlarsa, insan qədrini, əsərlərinin qədrini bilənlər xatırlayacaq. Bəlkə də biri elm sahəsində, bəlkə biri poeziyada, bəlkə biri nənə kimi ola bilər, o da ola bilər. Amma mən istəyirəm, mənə desinlər ki, gözəl insan idi. Belə xatırlasınlar. Gözəl alim idi, gözəl insan idi. Böyük alim də olmaq olar, amma gözəl alim. Gözəl alim deyil, insanlığı gərək olsun. İnsan ətrafına işıq saça bilsin. Mən bu cür xatırlasalar, onda məmnun olmağa ehtiyac qalmır. Onda insanın qəbri nurlanar. O qədər nurlu bir simanız var. Yəni, inanılmaz dərəcədə o işığı saça bilirsiniz. Çox gözəlsiniz. Çox sağ olun. Və düşünürəm ki, yazmalısınız, yaratmalısınız. Sizin kimi qadınlarla fəxr edirik. Özəlliklə xanımların bu qədər uğurlarını görəndə o qədər sevinirəm ki. Çox sağ olun. Və istərdim ki, qadın ziyalıların cəmiyyətdəki roluna bir nəzər salaq. Bu yaxınlarda mənim bir Türk Alim Qadınlar Şurasının sədri seçiblər. Bu Türk dünyasının alim qadınlarının rəhbəri olaraq. Heç rəhbər olmuyorum. Mən ziyalı qadınım, mən bayaq dedim gözəl insan. Ola bilər elə bir elmi potensialı çox güclüdür, amma ziyasını paylaya bilmir. Və yaxud da ola bilər ki, həddindən artıq mehriban, amma yaradıcılığında bir şey yoxdur. Yəni, nəyi araşdırıb, nəyi axtarıb, nəyi tapıb, kimin qolundan bir dəfə tutub qaldırıb, o yoxdur. Mən insanın, məxsusən qadınları, qadın ziyalıları, ziyalı sözü var axı, insan nur paylamalıdır. Əgər onu bacarmırsa, bu ziyalı deyil də, yəni. Mən istəyərdim ki, mənim ardımca, mənim yitirdiyim doktorantlar var, ha? Bəli. Bax, onlar daim məni xatırlasınlar. Bir çoxdular, məsələn, 20-dən çox doktorantın elmi rəhbəriyəm. Elmlər doktorunun hətta elmi məsləhətçisiyəm. Belə xatırlansaq daha yaxşıdır. Allah rəhmət eləsin, filan kəsə elə yaxşı adam idi. Mənə bu köməkləri elədi, elmi işimdə mənə yol göstərdi, ədəbiyyat verdi və bu suallar ətrafında məni çalışdırdı. Mən də müəyyən nailiyyətlər qazana bildim. Hazır insana bir şey vermək doğru deyil. Hazır al, bu səndir, bunu bu yaz dissertasiyada gətir, gəl, onu bədbəxt eləməkdir, ona yol göstərmək, onun o sual ətrafında düşünməyə məcbur eləmək, onunla işləmək gərəklidir. Məncə ziyalı qadın ilk öncə vətəninə xidmətdə, tutduğu cəmiyyətdə o məqamı nurlandırmaqda, ailəsində nurlu olmalıdır, ziyalı olmalıdır. Mənə elə gəlir. Mahirə xanım, qadın olaraq xoşbəxtsizmi? Yox, xoşbəxtəm deyən bir insan yoxdur yer üzündə. Əgər biri deyir, mən xoşbəxtəm, onun ağlında biraz dayazlıq var. Kobud dedim, amma belədir, həqiqətən.
Mən ailəmdə xoşbəxt olaram. Nəvələrim var, övladlarım var. Allah mənə hər şeyi verib. Təhsil də verib, məqam da verib filan. Neçə nəvəniz var? Valla Çoxdular, 8 nəvəm var. 3 övladım var. Allah saxlasın. Və sayısız hesabsız tələbələrim var. Xoşbəxt birisi. Vaxtilə Nizami belə bir xoşbəxtlər ölkəsi yaratmışdı. Utopiyadır. Xəyali bir şeydir. Yəni xoşbəxtlik xəyaldadır. Həyatda daim mübarizə var. Mübarizədə uğursuzluqlar da var, uğur da var. Mübarizədə çətinliklər də var. Eyni zamanda insan səhhətini Allah elə anadan olan kimi pak, müqəddəs, saf, sağlam verib 64 yaşına qədər yox ki, müəyyən qədər itirdikləri də var. Və həyatda, baxın, mən desəm xoşbəxtəm, anamın ruhu məndən incəyər, atamın ruhu məndən incəyər, itirdiklərimin ruhu məndən incəyər. Mən desəm ki, xoşbəxtəm, bütün bunlara malik olmayan bir insanın qəlbi incəyə bilər. Bilirsiniz, bu çox çətin məsələdir. Yox, qismən, qismən xoşbəxtəm. Yəni, həyatda biraz da mən inatçılam, prinsipial da deyə bilərsiniz. İnatçılam, amma qarşıma qoyduğum məqsədə mütləq yetəcəm. Ola bilər bu gün yetə biləyim, amma yetəcəm. Kimsə ilə mübarizəyə girişmərəm ömründə. Niyə girişim axı? Onun ağıl səviyyəsi odur, mənimki budur. Ya o yuxarıdır, ya mən yuxarıyam. Dəyməz, bir-birimizlə mübarizəyə dəyməz. Amma dəyərsə, mən qalib olacam. Mütləq olacam, bunun söhbəti yoxdur. Deyə bilərsiniz, olmadım bəs, həyatdan gedərəm. O dərəcədə mən mübarizədə uduzsam, heç kimlə mübarizədə deyiləm. Heç həyatla da. Niyə mübarizədə olum? Bir şeirdə vardı, dünya mənim atam deyil, anam deyil, dünya mənim nəyimdir ki? Yəni, biraz belə doğru olmaya bilər. Yəni, biraz belə nikbin olmaya bilər. Ruhunuzu təslim etmişsiniz. Yəni, mən buyam, mən belə doğuldum, belə böyüdüm. Heç yerdə, heç kəsə mən əyilmərəm. Əyilmərəm. Zaten əyilmərəm. Əgər mənim ağlım kəsirsə ki, bu doğrudur, doğrudur. Qarşıdakının əyri olmasına rəğmən əyilmərəm. Əgər bu yanlışdırsa, mən etirafımı edərəm, o da qələbədir. Mən etiraf edərəm ki, bu doğru deyilmiş, o da qələbədir. Əlbəttə qələbədir, mən anladım yanlışımı. Mənə elə gəlir ki, həyatda düzənli, dümdüz xətt ilə gediş yoxdur. Dünyada tam xoşbəxt insan yoxdur. Yoxdur da, kim olursan ol bir problemin var da. Elə deyil. Eyni ilə. Mahirə xanım, hansı illərə dönmək istərdiniz? Yenidən yaşamaq istərdiniz o illərə? Ata-analı illərə. Atam-anam olan illərə. Mən Naxçıvana gedirəm. Naxçıvan Dövlət Universitetinin fəxri professoram, bayaqları dedim. Tez-tez onların işlərində iştirak edirəm. Universitetin təlimlərində, konferanslarında, simpoziumlarında, seminarlarında. Mütləq atamın öz əli ilə tikdiyi evə gedirəm və o həyətdə səssizcə dolanıram. Özümün içimdən bilirsiniz, bir növ elə bilirəm, evimiz kiçilibdir, mən böyümüşəm. Amma tez uşaqlaşıram. Çünki atam vardı, anam vardı orada. İndi yoxdur. O günlərə qayıtmaq mümkün deyil, amma xəyalən də olsa o günlərə qayıdardım. Başqa heç nə. Bizə şeir oxumağınızı istərdik. Burada şeirləriniz var. Bilirəm ki, çoxdur. Amma bu qədər kövrək qəlbə sahib olan bir insan, yəni əslində insan gözündən yaş çıxdığı zaman əslində hər adam da ağlaya bilmir. Ağlamağın özü belə gözəldir, çünki ruhun təmizlənir. Bəli. Yəni o simanızdakı olan nur, ruhunuzdakı olan o xeyirxah əməllər, mən bilirəm ki, siz yəni ailə olaraq imkanı olmayan insanlara belə məsələn yardımlar edirsiniz. Eyni zamanda tələbələr oxuyurdu. Toy etmişsiniz. Bəli, tələbələrə yardım edərdi. Bir kimsə gələr ki, mənim uşağıma kömək edin, qiyabiyə keçsin, mən nə bilim, təhsilinə anam onu ödəyərdi. Heç kimə deməzdi. Rahatca ödəyərdi onu. Və yaxudsa
kiminsə toydur, məsləhətə gəlib, amma əslinə qalsa məsləhət deyil, onun imkanları yoxdur. Anam bunları edərdi hamısını və uşaqlarına da deyərdi ki, bunu etmək lazımdır. Bir kəlmə. Yəni, ay ana, niyə eləyək? Ay ana, onunla bizim nə işimiz var filan. Belə söhbətlər mən rast gəlməmişəm, olmayıbdır. Özümüz də o yoldayıq. Əlimizdən gələn qədər, mən demirəm biz bir xeyriyyətçi filan, yox, o deyil. Amma səlahiyyətlərim, mən öz səlahiyyətlərim daxilində heç bir kəsə yox demərəm. Deməmişəm, demərəm də. Səlahiyyətlərim daxilində. O ki, qaldı məndən bir mərtəbə üstün olan mənim doğmalarım, onlar da öz səlahiyyət daxilində, onu özləri bilər, mən özüm bilərəm. O da mənim atamın Nağının, mənim anam Nazlının övladıdır, mən də. Nə qədər yaşayırıqsa bu missiyadan geri dönmək yoxdur. Təbii ki, inciyə bilən də ola bilər. Çalışdığım bir qurumda, həmin qurumda Ailə Attestasiya Komissiyasının ekspert şurasının sədriyəm. Ola bilər məndən çoxlu adam inciyir ki, mən dissertasiyama siz hə demədiniz, mən necə deyim hə? Mən necə deyim? Mən yanlış bir şeyə hə deyə bilmərəm, deyə bilmərəm. İstəyirsə məni öldürsünlər deyə bilmərəm. Amma hə dediklərim də çoxdur. Ona görə kimsələr məndən narazı da ola bilər, razı da ola bilər. Yetər ki, Allah razı olsun. Nə dayanırsan? Özüm üçün deyirəm. Hələ qabaqlarda ömür yolları, yeri ayaqlarım, nə dayanırsan? Başa vurmadıq ki, sənlə ilqarı, yeri ayaqlarım, nə dayanırsan? Ümid qapısıdır əhdin, niyyətin, inan bələdçisə o nədir çətin? Hər yeni qələbə dizə taqətin, yeri ayaqlarım, nə dayanırsan? Qəlb dedi, sən çəkdin, yuvamı qurdum, arzu yollarında ayaqda durdum, ağrıdım, söyləmə, demə yoruldum, yeri ayaqlarım, nə dayanırsan? Eşq ilə təpərin bir də tapılar. Axtarsan dərmanı dərdə tapılar. Göydə axtardığım yerdə tapılar. Yeri ayaqlarım, nə dayanırsan? İnandım qəlbimə, gücünə sənin. Tanrı yazısına ömürdür zəmin, qoyduğu hədəf var Həsən Mirzənin. Yeri ayaqlarım, nə dayanırsan? Mahirə olmuyub haqqı itirən, ana baxışı var bizi ötürən, ürək istəyəndir ayaq yetirən, yeri ayaqlarım, nə dayanırsan? Bax, beləcə insan öz-özünə yürüməyə cəsarət tapmalıdır. Büdrədiyi anlarda olur, amma yetər ki, büdrəsən də qalxa biləsən. Yürüməyə ruhun hazır olsun, qəlbin hazır olsun. Yoxsa büdrəməmiş insan məncə yoxdur. Ola bilər var, mən tanımıram, bilmirəm. Hansı halda dünyanı özünüzə yük hesab edirsiniz? Yox, mən bir sıra dünya şeirlərim var. Heç vaxt dünyanı özümə yük hesab eləməmişəm. Dünya çox gözəldir. Bütün xəstəlik məqamları da olub, çətin məqamlar da olub, çoxlu imtahanlar qarşısında da olmuşam. Bu haqq mənimdir, mən eləməliyəm. Bir qeyrisi də qabağa keçib, çox olubdur. Amma mən heç dünyanı qınamamışam. Bu halları ilə belə dünya gözəldir. Bütün bu halları ilə bircə vəfasızlığı olmasaydı, yoxsa dünya gözəldir. Dünya yük deyil, dünya gözəldir. Amma bilirsiniz, insan öz doğmasını itirəndən sonra dünyanın elə bir dərinliyinə varırsan da, artıq dünya sənə çılpaq formada görünür. Və onda elə bir boz rəngdə. Bəli, yəni onda boz rəngdə görünür. Mən bir şair deyiləm, hərdən bir deyirəm. Bir yaradıcı insan gözü ilə baxanda dünyanın rəngi olmur. Nə yaşılı, nə qırmızısı, nə heç bomboz olur. Heç rəngi olmur. Amma bu da bir andır, gəlib keçir. Müəyyən zaman daxilində olur. Sonra övladlar ora rəng qatır, sonra nəvələr ora rəng qatır, sonra içində qatıldığın
cəmiyyət, ictimai mühit, gördüyün işlər ona rəng qatır və dünya yenə öz rəngində olur. Amma o itirdiyin zaman bəli, dünya hətta cılızlaşır. Hə, nə oldu? Apardın anamı, nə oldu? Olmasaydı nə olacaqdı ki? Yəni, anam biraz çox yaşasaydı nə olacaqdı? Atam məndən olsa nə olacaqdı? Nə qazandın axı? Amma bu cür retorik suallarda, o sualların cavabı zaten yoxdur. Və dünya yaranandan belədir. Yox, yenə dünya gözəldir. Bütün cəhətləri ilə gözəldir. Həmişə belə kövrək qəlbə sahib olmusunuz Mahirə xanım, yoxsa son illər belə olmusunuz? Yox, mən xaraktercə kəskin adamam. Yəni, mən dərs dediyim 42 ildir artıq. 42 ilə keçib. Orta məktəb illərindən başlamış. Orta məktəbdə öncə işləmişəm. Sonra gənclikdə yerləşən 43 saylı Gültəkin Əsgərov adına lisey məktəbdə işləmişəm. Sonra universitetdə işləmişəm. 2008-ci ildən kəskin olduğu məqamlar var, bəli, çoxdur. Amma mən asanlıqla ağlayan deyiləm. Buna hər kəs görə bilməz. Hətta desəz də inanmaz. Amma o məqamlar ki, doğrudan insanın qəlbinin sarı simində çalır, hə, onda ağlayarım. Məşhur Nağıyevlər ailəsinin bir üzvüsüz. Bəli. Məsuliyyəti çox böyükdür. Çox hansı böyük. çətinlikləri var, hansı xeyirli tərəfləri var? İstərim bu haqda danışasınız. Heç xeyirli cəhəti yoxdur. Onu deyimsə, deyərsiniz, belə bir tərəfli deyirsiniz, bir mənalı demədiniz. Bir mənalı olaraq xeyri yoxdur. Niyə? Hər kəs öz yerində gözəldir. Və həmin Nağıyev soyadının mənə ziyanı dəyib ki, xeyri dəyməyib. Niyə? Sıradan bir işi, Azərbaycan reallığında görülən bir işi mənim üçün etməyiblər. Bu filan kəsdə olmaz. Eyb yox, olmasın. Məsələn, deyək ki, mən bir diplom almalıyam. Təbii elm adamıyam, bunun üçün çalışırıq. Biri məndən sonra müdafiə edib ala bilər, mən vaxtında almalıyam. Niyə? Çünki olmaz. Yəni belə. Amma qürur duyuram, öyünürəm içimdə. Mənim atamın, mənim anamın yetirdiyi övladlar vətənə layiqincə xidmət edən insanlardır. Həm vətənin hər qarışı üçün döyüşə hazır olan insanlardır. Və o döyüşlərdə də olublar. Birinci Qarabağ Savaşında təbii ki, mənim həyat yoldaşım özü də. Bu gün də dövlətimizin keşiyindədirlər. Soyad həmişə insana biraz yüksəklik gətirmir. Deyim niyə? Hətta ola bilər ki, fərqli soyadda olan biri mənlə yanaşı durub, mənə o imkanı vermirlər. Düzdür, mən Hüseynovayam, yoldaşımın soyadıyam, amma hər halda da bilinir. Yox, buna eləsək deyərlər ki, filan əlamətə görədir. Canım, bunun nə dəxli var? Bunu mən qazanmışam, mən elə... Yəni, həmişə xeyir gətirmir, amma məni qürurlandırır. O yerdə qürurlandırır ki, atamın, anamın əməyi zaya getməyib. Bax, burada qürurluyam, sevinirəm, öyünürəm, belə bir ailənin üzvüyəm. Bu ailənin şöhrəti daha da artsın, vətənə xidmətdən bir an belə kənarda olmasınlar, millətimizə, dövlətimizə, dövlətçiliyimizə daim sədaqətli olsunlar. Mən daxil, bütün Nağıyevlər daxil. Niyə də olmasın ki, biz kimi hardan gəlmişik, Marsdan gəlməmişik. Biz bu vətənin övladıyıq, bu xidmətdə də olmalıyıq. Vətənə, dövlətə, dövlətçiliyə, cənab prezidentimizə sadiq əsgərlərik. Üzü nurlu, ağzı dualı insansınız. Bilirəm ki, bacılar belədir, Bəli. ananız da elə idi. Və maraqlıdır ki, bundan sonraki həyatınızda arzunuz nədir? Arzu çoxdur amma. Hər şey, insanın beyni bilsin nədir? Yəni, bir anda hər şeyi qəbul edir və istəyir. Amma real nədirsə o olacaq. Mən bir cavan qardaş itirmişəm.
bütün dediklərim anamla, atamla bərabər. Cəmil, səhv etmirəmsə Cəmil idi bəli, adı. Cəmil 26 yaşında. Heç kəsə qismət olmasın, çox arzulayıram olmasın. Şəhidlərimizin qanı yerdə qalmadı. Ürəyimdə olan arzu şəhidlərimiz daim başımızın üstündə olsun. O anaların əli öpülməli əldir. O analar daim bizlə olmalıdır. O qədər arzularım var ki, yəni elmdə hələ nə də poeziyada düzdür, mən prezident təqaüdü almışam, daha doğrusu indi almıram. Azərbaycan Yazıçılar Birliyi tərəfindən poeziya, yazılara görə, şeirlərə görə. Amma mənim elmdə deyəcəyim çox şeylər var. Arzulardan biri birsinədir, əstəğfurullah, biraz doğru çıxmır. Allahdan möhlət istəyirəm ki, ürəyimdə olanların hamısını yazıb qutara bilim. İnşallah. Çox Ömrünüzə bərəkət. Minnətdaram. Bir də son sual vermək istəyirəm ki, ev işləri görürsünüzmü? Yəni ən çox evdə nəyi bacarırsınız, nəyi etməyə xoşlayırsınız? Vallahi indi görmürəm, doğru söz. İndi görmürəm. Yəni ona vaxt yoxdur. Səhərlər bir də axşam qayıdırıq evə. Amma yaxşı aşda bişirə bilirəm. Milli yeməklərimizi gözəl bilirəm və inanın ki, mən bişirdiyim doğadan eşirdə olmaz və yaxud da bəlkə də biraz belə egoist deyilirəm, amma hər halda öz evimin, öz balalarımın bəs kim eləyibdi bunları? Hər kəs özünü tanıyır. Bəli, əlbəttə. Doğru, bacarıram, eləyirəm. Milli adətlərimizi çox sevirəm. Milli mətbəximizi çox sevirəm. Dünyanın hər yerində olmuşam. Heç yerində bizim mətbəxdən yoxdur, bizim adətlərdən yoxdur. Ona görə də mən çox bağlıyam köklərimə, soyuma, kökümə, vətənimə, millətimə. Çox sağ olun Mahirə xanım, bizə zaman Təşəkkür ayırdınız. Çox xoş söhbət oldu və istərdim ki, sonda bir şeirinizi səsləndirəsiniz. Mən əziz və dəyərli izləyicilər, sizə təşəkkürümü bildirmək istəyirəm izlədiyiniz üçün və bir daha xatırladıram ki, studiyamızın qonağı Azərbaycanlı filoloq, alim, filologiya elmləri doktoru, professor, şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə xanım Nağıqızı idi. Sonda bir şeirlə bitirək. Yenə vətəndir. Hər an vətəndir, yenə vətəndir. Gözünə ağlar görməyim. Qorxumdur, hürkümdür vətən. Sinəndə dağlar görməyim, dağ boyda yükümdür vətən. El səsinin sərvaxtıdır, çağırış elə vaxtıdır. Borcum, boynumun haqqıdır, verməsəm görkümdür vətən. Övlad deyib öyündüyün, əsasıdır yaman günün. Şaxtadan qorxmaram ünün, əynimdə kürkümdür vətən. Öpüb nazını çəkməyim, eşqin qəlbimdə əkməyim, sevginlə qalat içməyim, ən böyük ərkimdir vətən. Mahirə bir çay daşıdır, sel gətirdi, çay daşıdı. Hənirtin yol yoldaşıdır, laylamdır, türkümdür vətən. Yenə vətən, yenə vətən, yenə vətən.